Belə problem bax onda gəlir. Mən illərlə də deyirəm, demək olar ki, bəlkə də bir 10 ildir mən deyirəm ki, Azərbaycanda bizim 3 idman qurumumuz var. İndi belə götürək ki, orqan var. Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi, bir də ki, Futbol Federasiya Assosiasiyası. Yəni bu 3 qurumun nəzdində bir qurum yaradılmalıdır, mərkəz yaradılmalıdır. Akademiyalara nəzarət mərkəzi. Demək 2012-ci ildə, bilirsiniz 2018-ci ildə dünya çempionatı Rusiyada keçirilir. O dünya çempionatına 6 il qabaq Putinin bütün müşavirə keçirir, bütün idman adamlarını yığır, nazirləri yığır. Deyir, niyə bizim çempionatda daha çox əcnəbilər oynayır, biz pulları veririk, əcnəbilər gedir. Bizdə qarşıda dünya çempionatı gəlir. Bizim dünya çempionatını oynamağımız üçün normal. Yerli uşaqlara üstünlük verilməlidir. Və pul ayrılır, vəsait ayrılır. Hər kluba neçə 100 milyon pul ayrılır, vəsait ayrılır ki, yerli uşaqlar üçün. Və o dediyim mərkəz kimi bir mərkəz yaradılır və orada ancaq sırf, yəni bizlər kimi yox, orada sırf inkişaf proqramı gedir. Həm məşqçilərin savadlanması, həm futbola yanaşması, özünə aparması, biliyi, futbolu necə dərk eləyir və necə öyrədir, müasir futboldakı inkişafı necə öyrədir yeni gənc nəslə. Və necə yetişdirdilər, gəldilər dünya çempionatında da demək olar ki, ardası 4-də 1-ə qədər gəldilər. İspanlara məğlub, İspanlara da hələ məğlub elədilər. Xorvatiya. Yəni çıxış oydu. Bizdə də o mərkəz yaradılır, çox ölkədə var. Akademiya nəzarət üçün mərkəz var. Bugünkü bizim Futbol Federasiyasının belgədə yazdırdığı inkişaf strategiyasında o var. Mərkəz yaradılmalı, amma yaradılmıyor belə.